Kaş siz bilərsiniz ki, mən bu uzun videolarına qədər çox sevirəm. Çünki mən uzun danışanda elə bil ki, söz mənim ürəyimdən gəlir. Və bu gün danışdığım mövzu bir çox insanların böyük problemi olan və həyatda onlara rahat yaşamağa qoymayan qorxular mövzusudur. Qorxulara diqqətlə qulaq asın. Birdən edərəm alınmaz. Utanıram. Başqaları nə deyər? Özgüvən, özünə insan inanmır, yox deməyə bacarmır, özündən başqaya hamıya fikirləşir, özünü sevmir və bu da axırda tort işinə aiddir. Qalan bu 7-si ümumiyyətlə bütün insanlara aiddir ki, bu insan bax bu problemləri özündə həll eləsə, onun həyatı yer-göy qədər, yəni fərq eləyəcək dəyişimində. Biz başlayacağıq, mən bir-bir sadəcə bunu oxuyacağam və öz biliklərimi tökəcəm ortaya. Siz də sadəcə qulaq asacaqsınız və axırda deyəcəksiniz ki, içinə bəhməz, bu nə idi? Mən gör nəyə görə özümü sıxmışam həyatda. Başlayırıq ki, birdən edərəm alınmaz. Fərqi yoxdur siz nə işlə məşğulsunuz. Tort işi olsun, başqa bir iş olsun, başqa bir sahə olsun, fərqi yoxdur. Bax, birdən edərəm alınmaz qorxusu çox böyük bir qorxudur. Və bir şey yadda saxlayın ki, qorxular yalnız belə həll olur ki, siz qorxuların üzərinə getməlisiniz. Bax, təsəvvür edin ki, mən hardasa 10-da 11-də oxuyuram. İnsanlardan, ünsiyyətdən o qədər qorxuram, çəkinirəm ki, təsəvvür edin mən Ramazan Razinə gələndə orada bir Komsomolski deyilən bir yer var. Avtobus orada da saxlayır, amma orada elə mən düşəndə çoxlu adamlar var idi. Və bir də orada ora çatmamış bir astanovka, 2 astanovka bəri 49-un yolu deyilən bir astanovka var. Kim bilirsə bilir də. Həmişə 49-un yolun astanovkasında adam az olurdu. Və mən orada düşəndə özümü daha yaxşı hiss edirdim. Nəinki Komsomolda, çünki Komsomolda çoxlu insanlar var idi. Çoxlu insanlardan qorxurdum, çəkinirdim. Belə bir bespontov hiss var idi içimdə, qorxu var idi. Sonra fikirləşdim ki, papamı qoydum qabağıma, fikirləşdim ki, mən bu qorxunu indi həll eləməsəm, temboli mən oğlan uşağıyam. Azərbaycan kimi ölkədə burada biraz jivoy olmalısan da. Yəni vağ oldunsa çətin olacaqsa. Ümumiyyətlə hər bir ölkədə jivoy olmalısan. Çünki hamı jivoy ilə yaşamaq istəyər, dost olmaq istəyər, yoldaş olmaq istəyər və s. Kimsə zəif olanda ləzzət eləmir adam. Heç kim elə insandan dostluq eləmək istəmir. Azərbaycanın bütün ölkələrdə bu belədir. Diviziyaya deyirlər də buna, amma diviziyaya sizi qabağa aparan əməlləri deyilir də. Birdən edərəm alınmaz. Hə, nəsə, qorxuya qayıdaq. Mən fikirləşdim ki, mən bu qorxu ilə hara gedirəm? Nə olacaq bunun axırı? Fikirləşdim ki, axırı pis yerə gedib çıxır. Sonra qorxuma qarşı çıxmağa başladım. Çox-çox çətin idi. İnanın Allaha, çox-çox çətin idi. Mən başladım qəsdən Komsomolskidə düşməyə ki, orada adam çoxdur. Qorxuma bir söz eşitmişdim ki, bir insan nədənsə qorxursa, qorxunun üstünə gəlməlidir. Yəni sən hündürlükdən qorxursansa, hündür yerə qalxmalısan, orada məsələn paraşütdən atmalısan, samolyotdan və s. Onda sən o qorxunu ilk saniyələrdə, ilk vaxtlarda çətin olacaq, amma sonra asanlaşacaq. Bax, mən də başladım Komsomolskidə düşməyə. Çətin olsa da bir həftə, 2 həftə, bir də sonra gördüm ki, yavaş-yavaş bu mənim üçün adiləşir və adi bir şey kimi baxıram. Axırda bir müddət keçdi, hardasa 1 aya yaxın. Öz-özümə fikirləşdim ki, burada nə var idi ki? Mən burada niyə düşmür? Hə, adamlar məni yeyir, nağarır, mən heç nə eləmir. Burada niyə düşmür? Bir şey yada saxlayın ki, bu qorxular yalnız və yalnız bu düşüncələrdə. Ancaq sizin bax bu korobkanızın içindədir, başınızın içindədir. Bu qorxular burada varsa, o demək deyil ki, bunu hamı bilir, hamı bunu bilir. Bax, birdən edərəm alınmaz qorxusu çox normal və bütün insanlarda olan qorxudur ki, birdən nəsə bir iş görərəm, alınmaz. Amma bir şey başa düşün ki, indi kim nə isə eləyib və bacarırsa, bu sahədə adını çıxardıb, professionaldırsa, bir şey yada saxlayın ki, o da əvvəl bilmirdi. Bax, biz necə indi sərbəst mən rahat danışıram, görürsünüz? Amma biz doğulanda heç danışa bilmirdik. Onda bir uşaq gəlsin, qayıtsın, desin ki, danışmasın da, sadəcə fikirlərini sizə deyim ki, 1 yaşlı uşaq fikirləşir ki, ayağı məndə danışmaq alınmır, bizdən danışaram alınmaz, fikirlərini deyirəm ha sizə. Mən ümumiyyətlə heç danışmayacağam, cəhd eləməyəcəm. Hərçənd ki, biz bilirik ki, o cəhd eləsə, bir-bir hərfləri öyrənsə, məşq eləsə, çoxlu cəhdlər eləsə, onu öyrənəcək. Bir uşaq velosipedi sürəndə nə qarır? O demir ki, yox mən sürə bilmirəm, birdən sürərəm alınmaz. Zaten birinci hel olacaq da. Sən bu günə qədər bir işlə məşğul olmadınsa, indi məşğul olursansa, əlbəttə sən birinci alınmamaqlardan üzbəüz gələcəksən. Qorxu ilə üzbəüz gələcəksən də. Bu normal bir şeydir. Bir uşaq velosiped sürməyibsə, o nə edəcək? Minəcək, düzdür, onda birinci səfərdən alınmayacaq. Yıxılacaq, dizi cırılacaq, qan gələcək, qırılacaq qolçu, orası, burası falan, amma bir gün ki onu sürə biləcək. İndi velosiped sürə bilən insanlar elə velosipedə oturan kimi sürməyə bacarmayıblar ki. İndi maşın sürə bilən bir qadın, o
Məqsəd qoydu ki, mən maşın sürə bilmərəm, amma maşın sürəcəm, maşın alacam, pul qazanacam, prava alacam, maşın alacam. O demədi ki, birdən mən maşın sürərəm, alınmaz. O bilirdi ki, zaten onda əvvəllərdə alınmaya bilər və bu normal bir şeydir. Sadəcə nə qədər çox məşq eləsə, cəhd eləsə, onda alınacaq. İstəyir bu iş olsun, həyatınızda bax belə olacaq. İstəyir ingilis dilini öyrənmək. Siz deməyəcəksiniz ki, siz bilirsiniz ki, ingilis dilində danışa bilən sərbəst insanlar var da. Siz desəz ki, ayağı birdən mən gedərəm, öyrənərəm, birdən alınmaz. Bu alınmaz. Yalnız ona bağlıdır ki, siz bilirsiniz ki, siz heç nə eləyən deyilsiniz, məsuliyyətli deyilsiniz, tənbəlsiniz. Hə, onda siz başlasanız alınmaya bilər. Çünki siz məsələn, tort sıvamaq üçün sizə 10 dəfə tort məşq eləmək lazımdır. 10 dəfə sıvamaq lazımdır. Və siz də gəlirsiniz, bilirsiniz ki, siz 10 dəfə tort sıvayanda 1-2 dəfə sıvayacaqsınız, vəsiyo. Hə, onda sizdə alınmaya bilər. Amma əgər siz məsuliyyətli bir insansınızsa, qarşınıza məqsəd qoyanda ona qarşı dakansa, dadiba gedirsinizsə, onda sizdə birdən edərəm alınmaz, söhbəti alına bilməz. Çünki siz bilirsiniz ki, birinci alınmayacaq. Bu normal bir şeylərdir, amma sonra da alınacaq axı bu. Sonra da alınacaq. Nə qədər çox məşq eləsə alınacaq. Məşq eləməsəz yox. Yəni birdən edərəm alınmaz, yalnız özünüzə, öz tənbəlliyinizə, məsuliyyət olmanıza bağlı olan bir şeydir. Əgər siz məsuliyyətlisinizsə, tənbəl deyilsinizsə, sizdə alınacaq. Birinci alınmayacaq. Necə ki, birinci maşın sürə bilməyən insan bu günə qədər maşın sürməyib, indi maşın oturub sürmür. Əlbəttə ki, onda alınmayacaq. Biri var 10 illik şofer 30 liralar bir rola, bir də var heç vaxt rolun arxasında oturmayan bir insan oturarlar. Əlbəttə ki, heç vaxt maşın sürməyə bilməyən insan birinci səfərdə arada alınmayacaq. Maşın xodlanacaq, yatacaq, belə bir şey olacaq. Amma o nə qədər çox məşq eləsə, onda alınacaq. Deməli, birinci problemin həlli çoxlu məşq eləməkdir. İfşa. Bu problem belə getdi. İkinci problem, utanıram. Yəni siz həyatda yeni bir iş görmək istəyirsiniz, amma utanırsınız da başqaları nədir? Əslində bu 2 ilə 4 bir-birinə bağlı olan bir şeydir. Yəni utanıram və başqaları nə deyər? Əslində başqaları nə deyər deyərsə qorxursunuz və utanırsınız. Nəticə budur da. Belə bir səhnə təsəvvür edin. Siz ümumiyyətlə sizə bir real fakt deyim ki, bax indiki zamanədə insanlar yalnız və yalnız özünü düşünənlərdir. Məsəl üçün, hamı özünü düşünür. Məsələn, mən kurs keçirəm, düzdür, kursumun bir məqsədi sizə öyrətməkdir ki, siz pul qazanasınız, amma ondan qabaq birinci məqsəd özümə pul qazanmaqdır ki, mən ailə saxlayaram, ailə başlayacağam. Öz rasxodlarım var, ailəmi saxlaya bilim, uşağımın ehtiyaclarını ödəyə bilim, maşınımı sürə bilim. Yəni, burada ən birinci səbəb puldur. Hamı bu da özünü düşünür, mən daxil. Amma tam səmimi deyək də. Mənim kursuma gələn tələbələr onlar fikirləşmir ki, hə 10 nəfər gəldi mənim kursuma, hə bir dənə kiməsə bir dənə tort gəldi, onu elədi, pul qazandı. Onu gəlib 10 nəfərin içində bölmür ki. Özünə görə gəlir də, özünə görə. Bax birdən başqaları nə deyir? Bax bu zamanədə indi hamı özünü düşünür. Heç kim yəni sizi düşünmür. Bunu tam əminliklə deyə bilərəm. Bu başqaları kimdir? Bir şey, yəni birinci nədir? Hamı özünü düşünür. Yəni ki, bax məsəl üçün bir misalda izah edeyim. Bax metroda pilləkəndən aşağı düşəndə orada nə səhnə görürsüz? Aşağıda nə qədər çoxlu insanlar var. Siz də pilləkəndən düşürsüz. Aşağıdan hamısı sizə baxır. Ay özünüzü düzəldirsiniz, eləyirsiniz, popravlet eləyirsiniz ki, ha birdən kimsə nəsə mənə baxar, pis olaram falan eləyərəm. Sizi düşünən varsa mən belə adımı dəyişərəm. Siz həmin pilləkəndən düşəndə aşağı özünüzü düşünürsüz. Düşürsüz aşağı, aşağıda yuxarıya baxırsınız düşənlərə də. Siz ora baxanda nə fikirləşirsiniz? Sadəcə gözünüz yol çəkir ki, hə mən indi gedəcəm elmlərə. Sadəcə fikirləşə ora baxırsınız ki, hə mən indi gedəcəm elmlərə, bu işimi aşırdacam, sonra gedəcəm bunu eləyəcəm, sonra buna belə günüm belə keçəcək, hə bunu almalıyam da. Amma gözünüz ora baxır. O düşən adamlara baxır. Düşən də elə bilir ki, siz onu fikirləşirsiniz. Amma əslində siz öz işinizi, öz planlarınızı, öz gününüzü, rutininizi fikirləşirsiniz də. Və necə ki siz düşəndə də, aşağıda olanda da özünüzü düşünürsüz, bütün insanlar özünü düşünür. Yadınızda saxlayın, heç kim sizi düşünmür. Sizi düşünən insanlar, indi ona gələcək yavaş-yavaş. Birincisi, indiki zamanədə hamı özünü düşünür. Sonra, başqaları nə deyər? Bu başqaları kimdir? Başqaları sizin kimi adi bir insandır ki, ölümə məhkumdur. Yəni bir gün əvvəl o da ölüb gedəcək bu dünyadan və təsəvvür edin ki, mən bu gün bir iş görmək istəyirəm. Başqası gəlib deyir ki, yox, bu səndə alınmayacaq. Sən hara, bu hara, güldürmə bizə, falan. Sizə bir fakt, bir sirrimi açım. Bunu mən qrupdakı tələbələrimə deyirəm, amma belə deməmişdim heç vaxt. Bilmirəm, yadımda deyil. Mən indi məsəl üçün tələbə sayı məndə 200-300-ü keçib də, hardasa sentyabrdan başlamışdım. Sentyabrın 20-sindən
3 ay yarım orada, 5 ayda burada. 8 aya mənim 200-300 arası tələbəm artıq var. Hərçənd ki, mən bu işə başlayanda avqustun axırı mənə ailə üzvlərimdən biri gəldi, mənə dedi ki, soruşdu ki, bəs nə işlə məşğul olursan, nə qayırsan? Mən də dedim ki, kursa başlamaq istəyirəm. Mən 2 il də bundan qabaq kursa başlamaq istəyirdim. Sadəcə orada biliyim bu səviyyədə deyil idi deyə kursa başlaya bilmədim. Yəni yenə də eyni qiymətə satmaq istədim, amma bir dənə olsun tələbə yığa bilmədim. Bir dənə tələbə. Üstündən 2 il keçdi. Mən 2 il inkişaf elədim, kurslar aldım, bilik topladım, böyüdüm və s. və s. Dünya mənim üçün başqa cür oldu falan. Yəni 2 il bax bura yüklədim də biliklərim. Bir dənə baxım görüm video çəkir. Bomba kimi. 2 il ərzində bura biliyi topladım, özümü inkişaf elətdirdim falan. Və mən artıq bilirəm də bu işə başlamaq üçün nələr lazımdır falan. Yəni mənim bu işə başlamaq üçün 100% biliyim var və mən də bilirəm ki, bu işə başlasam bu iş uğurla qalxacaq, alınacaq. Avqustun axırında mən onu bilirdim. Amma mənim yaxın ailə üzvlərimdən biri gəldi, dedi ki, nə eləmək istəyirsən? Mən dedim, kurs başlamaq istəyirəm. Mənə dedi ki, səndə alınmayacaq. Elədin, alınmadı. Vaxtını niyə itirirsən? Mən onu qınamıram. Çünki o, məsəl üçün, mənim bu 100% biliyimə sahib deyil idi. O, bildiyi 5% biliyə sahibdir. Yəni, bu sahədə 5%-ə ola bilsin ki, ağıllı insan ola bilsin, o normal da ola bilər. Amma bu sahədə tort sayəsində onun bu kursları yaratmaq, onu satmaq, müştəri cəlb eləmək, tələbə cəlb eləmək biliyi 5% idi. Ona uyğun deyirdi ki, sən eləyəsən, səndə alınmayacaq. Yəni, burada görürsünüz 100%-lərə 5% arası. Yəni, başqaları, siz məsəl üçün, bugün bir iş görmək istəyirsiniz, özünüzə inanırsınız, biliyiniz var falan, siz öz 100% biliyinizə görə düşünürsünüz də. Amma sizə kimsə qıraqdan desə ki, səndə alınmayacaq falan, siz bilin ki, o öz ağlına, yəni bu sahədə öz biliyinə və ağlına uyğun nəticə çıxardıb sizə deyir ki, səndə alınmayacaq. Amma əgər onun biliyi sizin biliyiniz qədər 100% olsaydı, o sizə naborot poddeşka verərdi. Poddeşka, yəni təkan verərdi, sizə motivasiya verərdi. Sən elə səndə alınacaq falan. Amma bir şey yada saxlayın ki, bu həyatda heç kimə qulaq asmayın. Heç kimə. Ancaq özünüzə. Bu həyatda ən güclü insan özünü tanıyan insandır. Elə tələbəm var ki, mənim elə tələbəm olur ki, deyir ki, məsəl üçün bir iş görür, deyir ki, müəllim, baxın görün necədir, tərifləyin məni falan. Yaxşı bir şey deyil. Və yaxud da bir insan gəlir deyir ki, mən eləmək istədim, amma qıraqdan bucaqdan nə dedilərsə, bütün nastroyeniyamı, həvəsimi öldürdülər, belə elədilər falan. Ay bala, yadınızda saxlayın. Mən özümə bax, mən niyə başladım kurs işinə? Baxmayaraq ki, mənə dedilər ki, budur. Mən bilirdim ki, mən kiməm. Mən bilirdim ki, mən bunu eləsəm mən də alınacaq. Mən bilirdim və özümə inanırdım. Öz güvənim var idi. Ona görə başladım və elədim və alındırdım. İndi bu insan gəlib şey eləmir də, mənə demir ki, səndə potensial var imiş. Sən bunu eləsən alınarmış. Mən səhv düşünürdüm. Mən üzrlü say. O insan ya belə insanlar adətən heç nə demir. Çünki deməyə bir söz yoxdur. Çünki etiraf eləmək ki, mən bunu səhv düşünürdüm. Hər adamın işi deyil. Ya da ki, deyirdi ki, mən başlayacaq danışmağa ki, mən sənə inanırdım. Sən bunu eləsən, mən sənə əvvəldən inanırdım. Əcər ki, inanmırdı. Yalan küləyə basır. Ona görə də bir şey yada saxlayın. Həyatda güclü insan o insandır ki, özünə inanır və güvənir, özünü tanıyır. Mən özümü bilirəm. Mən məsəl üçün özümü deyim, indi hal-hazırdakı vəziyyətimi. Mən özümü tanıyıram və bilirəm mən kiməm, nəyə qadirəm, nəyi bilirəm də. Kimsə məni tərifləyəndə bu mənə təsir eləmir, çünki mən bilirəm də mənə. Məsəl üçün mən bilirəm ki, məsələn 100% ideal insan yoxdur. Tutaq ki, mən bilirəm ki, mən 100%-əm. Kimsə mənə gəlib deyəndə ki, sən heç nə bacarmırsan, sən bilmirsən falan. O elə ki, bu beton biliyimdir də, yəni bu bərk bilirəm ki, mən nə isə bilirəm. Kimsə gəlib mənə deyir ki, sən heç nə bilmirsən, bu mənə təsir eləmir. Çünki mən tanıyıram mən kiməm. Amma təsəvvür edin ki, mən özümü tanımıram mən kiməm. Da mən bilmirəm nə var, nə yox. X sual. Kimsə deyəndə ki, sən heç nə bacarmırsan, avtomatik mən bunu götürürəm və deyirəm ki, mən heç nə bacarmıram. Mən loxam. Turbanam həyatda. Kimsə deyəndə ki, sən çox şey bilirsən, sən əjdahasan bala. Özgüvən gəlir, inam gəlir ki, başqası deyirsə ki, mən nəsə bilirəm, deməli mən nəsə bilirəm. Özgüvən qalxdı 80%. Bu da pisdir. Siz özünüz tanımalısınız. Niyə sizi başqası sizdən yaxşı tanıya bilər? Sizin içinizdəki, daxilinizdəki hisslər, emosiyalar, düşüncələr, ağıl və s. bunun hamısı hardadır? Sizin içinizdədir, sizin beyninizdə. Bir insan sizi sizdən necə yaxşı tanıya bilər? Heç necə. Ona görə də qıraqdan sizə nə deyirlərsə, bunu bir qulağınızdan eşidin, o birisindən verin getsin. İndiki zamanədə də insanlar bilirsiniz nə qədər paxıl, nə qədər pis, nə qədər
belə sizin uğurunuza sevinməyən insanlar var. Baxmayaraq ki, ailə üzvlərinizdə, mən sizə inandırım buna. Bir insan, məsəl üçün, ailə üzvlərinizdir, bugün siz pul qazanmırsınız, sabah bir işə girişib pul qazanmaq istəyirsiniz, o fikirləşir ki, bu eləyəcək, qazanacaq, mən nə olacam? Sonra mən buna müqayisə olunca, bu ayda 1000 manat pul qazanacaq, mən də heç nə, 200 manat, ya heç nə pul qazanacaq. Yox. Yox, səndə alınmayacaq bu. Bunu Bao da eləyib. Mən də eləmişəm. Görsən məndə alın. Görsən sən də alınacaq. Niyə alınmır? Bunu alındıranların qeyri-adi nə bacarığı var ki həyatda? 2 əl, bir baş, göz, qulaq hamısı eynidir də. Alınmayanlarla alınanların yeganə fərqi alındıranlar gecəsini gündüzünə qatdı, çalışdı, məşq elədi, alındırdı. Necə ki bir uşaq velosiped sürmək üçün nəyinir? Yıxılır, təzədən qalxır. Yıxılır, təzədən qalxır. Yıxılır, təzədən qalxır. Axırda velosipedi sürür. Hələ möhkəm sürüb qabağını da qaldıra bilir. Amma sürə bilməyən bir-iki dəfə cəhd elədi, tənbəl, zəif bir insan oldu, bacara bilmədi. O, məsəl üçün, siz velosiped sürmək istəyirsiniz, təsəvvür edirsiniz, gəlib deyir ki, velosiped sürmək çox çətindir. Mən elədim, mən də alım. Sən daha heç alım. Başını burax. Elə insanların başını buraxın. Elə insanların başını buraxın. Çünki sizə inanan və sizi sevən insan heç vaxt gəlib sizi demotivasiyadan salmaz. Ona bıraq deyər ki, bəlkə də onun 5% biliyi var, amma həqiqətən sizi istəyən adam gəlib yeganə söz sizə deyə bilər ki, mən sənə inanıram, sən nə eləsən sənə alınacaq. Mən sənə inanıram, get elə. Məndən nə dəstək lazımdırsa, hamısını mən eləyirəm. Əgər bu insan, qıraqdan nəsə bir söz deyən insan bu sözləri sizə demədisə, onda heç qulaq asmayın ona. Yalnız bu sözə qulaq asmaq olar. Bax, belə bir şeydə, bir gözəl misal var, onu da izah edeyim, hər şey otursun yerinə. 2 dənə qurbağa olur, bir yarış elan olur ki, bir dağ olur, bir dağ. Bunu çəkim göstər. 2 dənə qurbağa, bu da dağıdır. Bu dağın elə ki, başına çıxmaq lazımdır. Burada başqa-başqa dağlar, burada da başqa. Ki, gəlin yarış, gəlin, bax, buradan bura kim dırmaşacaq. 2 dənə qurbağa başlayır, yarışdır. Bayraqlar, burada da ora gedən yol, qıraqda da çoxlu qurbağalar. 2 dənə qurbağa başlayır hoppanmağa. Hoppanırlar. Bu ortada da təsəvvür edin ki, yolun ortasıdır. Buradakı qurbağalar başlayır danışmağa. Hər iki qurbağaya deyirlər ki, biz də bu yarışına vaxt eləmişik, bizdə alınmayıb. Ora çox soyuqdur. Ora getmək olmaz. Yıxılarsan, ölərsən falan. Qurbağanın birinə qayıdır, zadni verir. Deyir, belə deyirlərsə deməli belədir. Qayıdır, gedir, öz işləri ilə məşğul olur, vəsə. Məğlub oldu, getdi. Amma o birisi qurbağaya bu sözlərinə qədər deməklərinə baxmayaraq, qurbağa hoppanır, axırda gəlir bu dağın ətəyinə çıxır, baxırda da qəşəng bir dənə qurbağa bayrağı qoyur, super bir şey. Başqa qurbağalar gəlir, nəysə bu düşür aşağı, ondan soruşurlar ki, bəs sən nətər oldu, sənə qədər hələ heç kim ora qalxmamışdı, qalxa bilməmişdi, sən nətər oldu qalxdın? Bir dəfə sual verdilər, 2 dəfə sual verdilər, 3 dəfə, axırda başa düşdülər ki, nədir məsələ? Bu qurbağa kar imiş. Söhbətin teması nədir? Canı nədir? Bax, qıraqda çox insanlar çox şey deyə biləcək sizə, çox demotivasiyadan sala biləcək sizə. Amma siz onlara qarşı kar olmalısınız. Bax, belə. Ancaq ki, qabaqda gedən məqsədinizi, yolunuzu görməlisiniz. Qıraqdan sizə çox şey deyəcəklər. Kar olsanız, ancaq fokusunuzu öz məqsədinizə, həyatınıza, istəklərinizə cəmləsəz, onda siz axırda məqsədinizə nail ola biləcəksiniz. Bu belə. Bunu da keçdik. Başqalar nə deyər? Bugün başqaları var, sabah yoxdur. Amma həyatda siz bir dəfə bu dünyaya gəlirsə, düzdür. Bundan sonra başqa həyat, bərzəx aləmi, sonra yenə də ölüm, sonra da bir dəfəlik dirçilik və qiyamət günü, cəhənnəm, cənnət söhbəti var. Bu heç. Amma bu dünyada biz bir dəfə yaşayırıq da. Niyə biz istədiyimiz kimi yaşamayaq? Demirəm, gedək bütün günahları eləyək. Mövzu günah deyil. Niyə biz başqalarına görə öz istəklərimizdən keçməliyik? Başqaları nə deyər? Mən bugün ağırbaşqa geymək istəyirəm. Dünyada 2 milyon insan var. 1 milyon insan deyəcək ki, sənə bu ağırbaşqa yaraşmayacaq. Geymə. 1 milyon da deyəcək ki, sənə yaraşacaq. Nəyə edəcəksiniz? Özünüzü para bölüb yarısınız ağırbaşqa geydirib, yarısınız geyməmək kimi söhbət eləməyəcəksiniz ki. Siz deyəcəksiniz ki, özüm bilərəm. Necə istəyirəm, elə deyəcəm. Bax, elə də olmalıdır elə əvvəldən. Başqaları nə danışsın da, danışan zaten ömür boyu da danışa gəlib, danışa gedəcək. Fikir verməyin elə boş bespantov insanlara. Yaş gələcək, Allah qismət eləsin qocalmağı. 60-70 yaşınız olacaq. Tutaq ki 30 yaşınız var, 20 yaşınız var, 40 yaşınız var, fərqi yoxdur. 60 yaşınız olacaq, belə oturacaqsınız.
Fikirləşəcəksiniz ki, ay mən bu həyatım necə gəldi keçdi. Və fikirləşəcəksiniz ki, mən bu həyatda nə etdim? Bir də arxaya baxacaqsınız ki, bir iş görmək istəyirdim. Kimsə deyə, filan kəs dedi ki, səndə alınmayacaq. Bunu eləmədim. Sonra başqa bir iş görmək istədim. Burada mənə inanmadılar. Sonra başqa bir iş görmək istədim. Burdaşlar da başqa şey dedi. Elə mən onu bunun sözü ilə öz istəklərimdən, istədiyim həyatdan vaz keçdim. Hanı indi o insanlar? Mənim dar günümdür. Gəlib mənə kömək eləyir. Bəlkə gətirib cibimə pul qoyur. Bəlkə mənim həyatımı düzəldir. Bəlkə mənim ehtiyaclarımı ödəyir. Bəlkə mənə kömək eləyir indiki zamanədə. Yoxdur o insanlar, yoxdur. Amma vaxtında mənim həyatımda elə şeylərə mənə yox dedilər ki, bəlkə də mən o işi eləsəydim, bu dəqiqə məsəl üçün də istədiyim həyatı sürürdüm. Bəlkə də yox 100%. Bəlkə Range Rover sürürdüm. Bəlkə bu da Maldiv adalarında istirahət edirdim. Bəlkə indi kirayə yox, öz evim var idi. Vaxtında mən niyə bu səfəyə qulaq asdım? Niyə? Bax bu şeyləri yadınızda saxlayın. Yəni başqaları nə deyir? Başqaları bu gün var, sabah yoxdur. Sabah sizin bir işə başlayıb pul qazanmaq istəyirsiniz. Biri gəlir deyir ki, əksəndə alınmayacaq. Sabah evin pulu, məsələn, kirayə qalırsınız. Evin yəsi gəlib sizdən pul istəyəndə pul lazım vermək lazım. O səndə alınmayacaq deyən insan gəlib sizə pul verməyəcək. O gəlib sizin xaladelinizi doldurmayacaq. O gəlib sizin ehtiyaclarınızı ödəməyəcək. O bu gün var, sabah yoxdur. Bu gün var, sabah yox olan insanlara görə həyatınızdan, xəyalınızdan, məqsədinizdən vaz keçməyin. Hətta o ailə üzvləri olsa belə. Bax, bunu da həll elədik. Ona görə biz utanmaq da ki, bespantov və lazımsız insanların qarşısında biz niyə özümüzü sıxırıq? Niyə? Əvvəl-axır biz ölüb gedəcəyik qara torpağın altına. Utanmaq da, qorxu da, hamısı da bizimlə gedəcək. Niyə bizlə getsin ki? Qoy elə istədiyimiz həyatı yaşayaq. Qocalanda da deyək ki, mən bu həyatı istədiyim kimi yaşadım. Mən xoşbəxtəm. Belədir. Belə yaşamaq lazımdır. Yoxsa filan kəs nə deyəcək? Ay yox, mən bu paltarı geymirəm. Mənə nə deyəcək? Ay utanıram falan. Kimə bu dəqiqə utanmanın adı da yoxdur, yeri də yoxdur. Çünki hamı ancaq özünü düşünür. Heç ki başqalarını düşünmür. Özgüvən. Video gedirmi? Bəh. Qızıl xırdalayıram, Qızıl xırdalayıram valla. Bu sözləri həyatınızda tətbiq edin, dediklərimi də. Həyatınız dəyişəcək, inanın Allah. Çünki bir çox insanlar bax bu bespantov şeylər həyatda saxlayır, qabağa getmək. Özgüvən. Özgüvən də ki, əslində mənim buna aid ətraflı bir dərsim var YouTube kanalımda. Elə özgüvəni necə qaldıraq izah eləmişəm, amma burada qısa bir şey deyim ki, özgüvən həyatda birdən-birə düşmür. Bax biz həyatda məsəl üçün gənc olanda bədənimizdə çoxlu enerji falan zad olur. Biz bir iş görmək istəyirik, görürük və nəticə görürük və yaxud da ki, istədiyimizi eləyirik, özgüvənimiz qalxır. Amma sonra qadınlar, siz nə edirsiniz? Evlənirsiniz və bir iş istəyiniz olur, nəsə bir işləmək istəyirsiniz, yoldaşınız deyir ki, yox, olmaz. Burada qırıldınız, bir. Uşaq gəlir dünyaya. Uşaq gələndə ora-bura gəzməyə çox gedə bilmirsiniz. Burada qırıldınız, 2. 3. Pulunuz olur, uşaq bir şey istəyir. Uşağa bir şey aldınız, amma pul o qədər çox qalmır. Özünüzə bir şey almaq istəyirsiniz, ala bilmirsiniz. İstədiyinizi eləyə bilmirsiniz. Burada da qırıldınız. Bax, bu damla həyatınızda yığılır, axırda olur bax belə göl. Və axırda özgüvənsizlik gölü əmələ gəlir. Bunu necə ki damla bu vəziyyətə gətirib çıxartmısınız, bunu düzəltməyin, yəni özgüvəni qaldırmanın 2 dənə yol var. Birincisi yol motivasiyon kinolara baxmaqdır. Mən bu videonun altında sizin üçün 5 dənə beynə, şuura təsir edəcək. Hansı ki, mən onlara özüm baxmışam və çox güclü nəticəsini görmüşəm. Yəni, enerjim, həvəsim, özgüvənim pik səviyyəyə qalxıb. Pik, bildiyiniz pik və tələbələrim də buna baxır və onlarda da eyni pik səviyyə qalxır. Bugün, mən bunu eləsəm nətər olar? Mən qorxuram, elə bilmirəm. O kinoya baxandan sonra deyir, mən bunu eləyəcəm, bunu eləməyənim. Nəzarət elə. Yəni, özünə inanmayan insan o filmlərə baxandan sonra motivasyon şey olur da. Motivasyon filmlərdir, yəni həvəsverici filmlər. Motivasyon film bizim kimi real insanın həyatının bir intervaldır da, periodudur. Harada ki, o kasıbçılıqdan zənginliyə qalxdı, uğursuzluqdan uğura qalxdı. Biz elə filmlərə baxanda, siz nə beynin necə fikirləşir də, bunu eləyə bildirsə, məndən qat-qat vəziyyəti pis idi. Və filmin əvvəlində çox uğurlu bir insana çevrildi. Bunu elə bildirsə, bu da bir insandır. Mənlə onun nə fərqi var? Bunu elə bildirsə, deməli mən də bunu eləyə bilərəm. Mən də uğura nail ola bilərəm. Mən bunun bu videonun altında 5 dənə motivasyon, burada bir nöqtə qoyun, 5
5 dənə motivasyon film yazacağam, adlarını, hətta sizin üçün linklərini də yazacağam da. Filmin adı gələcək, filmin adı. Yaxud ya yanında, ya altında göyrəkdə link olacaq. Siz o linkə daxil olan kimi sayt açılacaq, harda ki o kinoya türk dilində baxa biləcəksiniz. Motivasyon filmlər həmişə yadda saxlayın, dünyaca məşhur olan filmlər olur. Çünki dünyaca məşhur olan aktyorlarla çəkilir və bu filmlər bir nəfəsdə baxılan filmlərdir ki, çox dəhşət maraqlıdır. Yəni siz onun 5 dəqiqəsinə baxırsınız, bütün filmə bir nəfəsdə baxırsınız. Bax elə bir şeydir. Və ikinci özgüvəni qaldırmanın yolu birinci motivasyon filmlərə baxmaqdır. Hər həftə bir dənə filmə baxsaz kifayətdir. Yəni baxmayaraq ki, məsəl üçün nəyin ayrı olsa həyatda olur, yorulmusunuz, heç nə eləmək istəmirsiniz, həvəsiniz yoxdur falan, getmir, dayanın. Bir gün özünüzə istirahət verin, motivasyon filmin birinə baxın və buna baxmanın qaydası da budur ki, siz yalnız o filmə baxmalısınız. Yəni iş görə yox, ya maşında gedə yox, ya 1 dəqiqəsinə, 10 dəqiqəsinə baxdınız, sonra 5 dəqiqəsinə baxmadınız, sonra 1 saatına baxdınız, sonra qalan vaxtlarına, nə bilim, başqa vaxt. Yox, bu bir nəfəsdə bir dəfəyə baxılan filmlərdir. Onda onun təsiri olur. Yoxsa qırıq-qırıq baxsınız, heç baxmasınız daha yaxşıdır. İkinci məsələ də budur ki, imkan daxilində istədiyiniz nə varsa onu eləyəsiniz. Məsəl üçün, özünüzə abur-cubur almaq istəyirsiniz, pulunuz var, gedin alın. Özünüzə yox deməyin kiçik şeylərdə və imkanınız daxilində. Vaxtınız var, parkda gəzməyi sevirsiniz, gedin parka gəzin. Pulunuz var, özünüzə nəsə bir şirniyyat almaq istəyirsiniz, gedin alın. Yox deməyin özünüzə. Həmin bu yoxlar sizin özgüvəninizi dağıdır da. Bir də yəni istədiyiniz şeyləri eləmək. Burada beyin başa düşəcək ki, mən nəsə istəyirəm, eləyirəm, mən özümə dəyər verirəm, güvən verirəm və özgüvən getdikcə artacaq. Bax belə bunu qaldıracaqsınız. Bunu həll elədik. Yox deməyi bacarmaq. Çox insanlar, mənə burada tələbələr gəlir, deyir ki, mən tort bişirirəm, kimsə elə belə tort eləyə bilirəm, amma məndən qohumlar nəsə bir məcliszad olanda tort istəyirlər, pulunu da vermirlər, mən eləyirəm, sonra pul istəyə bilmirəm. Burada səhv buradadır ki, siz özünüzə dəyər vermirsiniz, ona görə bir gün kuxnadan çıxmamağı özünüzə padlo bilmirsiniz ki, mən bunu eləyəcəm, düzdür, o mənə pul verməyəcək. Amma içinizdə hiss keçirdiniz, bu mənə pul verməyəcək, mən bunu niyə eləyirəm, içinə bəhməz. Deyən də bu yoxu deyən. O, özünüzə dəyərdən. Əgər siz özünüzə dəyər verirsinizsə, özünüzə hörmət edirsinizsə, siz pulsuz bir kiməsə görə kunadan çıxmağa, yəni bir var qardaşınıza, bacınıza eləyəsiniz, ürəyinizdən gələ eləyəsiniz də, ad günə gedirsiniz, əlinizdə aparmağa eləyəsiniz. O başqa məsələ. Biri var ki, istəməyə, həyatda kimsə sizə nəsə deyir, amma siz istəmirsiniz, amma yox deyə bilmirsiniz. Bu sizin özgüvəninizi, həvəsinizi, həyatda yaşama marağınızı bilin ki, kökündən baltalayır. Ona görə özünüzə dəyər verin və həmişə özünüzü düşünün. Bir şey yadda saxlayın ki, bu gün siz kimisə düşünürsünüzsə, istəmərəkdən, yəni tort bişirirsiniz, amma istəmirsiniz bişirmək. Sabah bir şey yadda saxlayın ki, indiki zamanədə pulsuz şeyin dəyəri yoxdur. Siz bu gün tortu pulsuz verirsiniz başqasına, sizdən alırlar, deyirlər ki, pişir. Amma sabah siz desəz ki, bunu mən pulla satıram, deyəcəklər ki, yox, yutullan burada. Bu günə qədər pulsuz edirdin, nə oldu pula çevirdin? Və yaxud da ki, pulsuz bir dərs, kurs, sosial şəbəkədə pullu qədər dəyər verilmir. Çünki insan pul verdiyi şeyə dəyər verirlər. Yəni pulu niyə? Çünki pulu qazanmaq onlara əziyyət, vaxt, period da olurdu. Məsələn, özünə dəyər. Əgər siz özünüzə dəyər vermirsinizsə, yəni bir gün kuxnadan çıxmamağı özünüzə rəva bilirsinizsə ki, kimsə getsin, xoş məclisdə getsin, qəşəng bəhbəhlə tort yesin, amma siz ona görə məsələn istirahət eləmək istəyirdiniz, amma yox deyə bilmədiniz. Ondakı yaşadığınız, baxın, burada 2 dənə hiss var. Yox deyəndə pis olmaq hissi var da. Biri var, siz yox deyəsiniz, həmin o insanın gözündə daha da hörmətli olur. Çünki özünüzə dəyər verirsiniz, o da onu görür. Dəyər verirsiniz, həm öz gözünüzdə dəyəriniz artır. Bir dəfə, hardasa 1 dəqiqəlik pis hiss olacaqsınız, çünki yox demirsiniz axı o. Biri də var, siz yox deyə bilməyəsiniz və neçənci dəqiqədəyik? 33. Bir də var, siz yox deyə bilməyəsiniz və tort bişirmək nə qədər vaxtınızı alır? Məsəl üçün 5-6 saat, 7 saat və 5-6 saat ərzində pis olasınız da. Ona görə vaxtında bir saniyəlik sözdə bunu eləyə bilərsən mənim üçün? Yox. Niyə? İşim var da, alınmır. Başqa vaxt. Yox, mənə indilas. Ay bala, mənim işim var. Mən həyatımı boşlayamsa? Yox. Heç nə yaxşı, tamam. Qurtardı getdi. Bilin ki, siz bir şey kiməsə pulsuz eləyirsiniz, o yenə də sizin qədrinizi bilməyəcək.
Ona görə 10 saniyəlik yox deyin, yoxun üstə durun ki, sonra ay Allah, mən indi getməliyəm mağazinə, un almalıyam, pəsök almalıyam, biskvit vurmalıyam, 1 saata. Ondan sonra saxla xal krem almalıyam. Ay Allah, pulumdan getdi, vaxtımdan getdi. Kimə görə? Qədir bilməyənə görə. Nəyə görə? Çünki vaxtında 10 saniyə yox deyə bilmədik. İndi 5-6 saat itin əziyyətini çəkəcək. İstəməyərək bir işi bir insana görə görürük. Ona görə vaxtında bax bu yox deməyə bacarın. Bunu da bacarın ki, eşək əziyyət çəkməyəsiniz. Özünüzdən başqa hamını fikirləşmək. Bax bu anaların problemidir ki, analar neynir? Analar özünü Pünhanın bir dənə şeiri var, başqa adamınkidir, prosta o deyir. Deyir ki, analar qurban demir, analar qurban olur. Bax, anasan, çox gözəl. Əla, ana olmaq, valideyn olmaq çox məsuliyyətlidir, mən özümdən bilirəm onu. Mənim balaca dümbələmin bir yaş 3 aylığa keçdi də öyle. Bilirəm ki, valideyn olmaq, mən valideyn olmağı valideyn olmaqdan sonra başa düşdüm, nə deməkdir. Bundan qabaq edə bilirdim ki, fikirləşirdim də arada səy-səy uşaqlar fikirləşir. Siz mənim üçün nağarmısınız? Valideynin bir uşağın həyatında rolu çox böyükdür. İndi elə valideyn var ki, bespontovdur, o heçdə, onları da tərifləmirəm burada. Amma həqiqətən valideyn olmaq çox çətindir və valideyn olmaq o demək deyil ki, biz özümüzü unutmalıyıq. Biz bu dünyaya yaşamaq üçün gəlmişik. Biz niyə özümüzü unudub hamıya qurban verməliyik? Niyə? Və adama pis təsir edən bilirsiniz nədir? Bir valideyn bir uşağa görə özünü qurban verir, onu döymür, başqası ona başqa bir şey deməyə, danlamağa qoymur. Axırda o uşaq böyüyür, olur valideyn qədri bilməyən bir eşşək. Bildiyiniz eşşək, yəni iki qulaqlı bir eşşək olur. Qədri bilməyən, valideynə hörmət eləməyən, onların üstünə qışqıran, dəyər verməyən bir uzun qulağa çevrilir olur. Ona görə də heç vaxtı yəni o olsa da olmasa da heç vaxtı özünüzü uşağa görə unutmayın. Yəni ki, bir mağazinə gedib nəsə almaq istəyəndə pulunuz qalırsa, siz də bir şey istəyirsiniz, özünüzə bir şey alın. Yəni bir şey yadda saxlayın ki, bax, özünüzü ərinizə qurban verdiniz. Uşaqlara qurban verdiniz. Həyatınızı qurban verdiniz. Bəs siz nə vaxt yaşayacaqsınız? Və bu qurban verilənlər ərinizdir, uşaqlardır, həyatdır. Bu sizə dəyər verəcəkmi? Onlar sizə özünü qurban verəcəkmi? Onlar gəlib bir gün əlinizdən tutub deyəcəkmi? Ana, mənə görə çox əziyyət çəkdin. Gəl gedək bu gün səni aparıram gəzməyə. Yoldaşınız deyəcək ki, ay arvad, bütün gün ev yığışdırırsan, yemək bişirirsən, əziyyət çəkirsən. Mən başa düşürəm bunu. Gəl gedək səni aparıram parka. Gəl gedək səni aparıram restorana. Gəl gedək rayona gəzməyə. Qoy istirahət elə 2 gün. Eləmirlərsə bunu sizə özünüzü qurban verməyin. Demirəm, eləməyin. Demirəm, onlar evdən qovun, çıxın gedin. Deməyim odur ki, istəklər toqquşanda uşağın istəkləri, sizin istəkləriniz. Həmişə uşağı özünüzdən yuxarı şey eləyirsiniz, onun istəyinə öz istəyinizə yox deyirsiniz və bir müddət sonra özünüzə öz güvəniniz də itir. Arada bax belə toqquşanda siz qabağa gedin. Deyin ki, yox, mən eləmirəm, istəmirəm və yaxud da ki, mən gedirəm gəzməyə. Arada çıxın gəzin. Bu dünyada ancaq evdə oturub, ancaq evdə yaşayıb sürmək üçün yaranmamışıq bu dünyaya. Biz bu dünyada yaşamaq üçün varıq. Düzdür, əsas məqsədimiz, qayəmiz ibadətdir. Amma o demək deyil ki, biz evdən çölə çıxmamalıyıq. Ancaq şey olmalı. Gedin Nərimanov parkına, Gənclik parkına, Bulvara, Targovya gedin, gəzin, arada bir restoranda oturun. İmkanınız olanda, olmayanda gedin, ucuz restoranlar da var. Onlarda da otura bilərsiniz. Sonra nə bilim, uşaqla gedib parkda gəzə bilərsiniz. Gəzməli yerlər o qədər var Bakıda. Özünüzü hamıya qurban verib, məsəl üçün, gedib parkda gəzmək istəyirsiniz. Uşaq gəlir deyir ki, ana, mən filan şey bişirim, mən filan şey yemək istəyirəm. Bir dəfə elədiniz, hə, yaxşı. Sonra yenə sabah bir iş çıxır, sabah yenə özünüzə planlayırsınız ki, bir şey eləyəcəm, amma yenə bir iş çıxır. Həmişə özünüzü arxa plana saxlayanda, istəyir özünüzə nəsə almaqda, nəsə eləməkdə, onda ömür boyu arxa plana da qalasınız. 60 yaşa gəlib çatanda nə olacaq? Mən bu həyatı yaşamadım. Belə həyatın içinə bəyməz. Bax, belə hisslər yaşamamaq üçün vaxtında nə qədər ki sağsınız, nə qədər ki imkanınız var, vaxtınız var, özünüzü də arada fikirləşin. Nəsə eləyin də özünüz üçün. Gedin, gəzin, alın, yeyin, için, kef eləyin də. Niyə bu kef eləyənlər ancaq Instagramda baxmalısınız? Və siz insan deyilsiniz, onlar da sizin kimi bir insandır da. Sonra və axırda gəldik özünü sevmək. Axırıncı mövzulardan biridir. Bax, özünü sevmək nədir? Bax, mən güzgüyə baxanda oradakı gördüyüm insana nə hisslər keçirirəm, bu çox vacib bir məsələ. Əgər o insanı görəndə mən deyirəm ki,
Bu çox pis, bu da belə sifət olur. Bu nə üzdə, bu nə saçda, bu nə viddə, oy. Nə gün desənsə, özünüzə deyirsinizsə bu sözü, bilin ki, bir insan özünü sevməsə, dəyər verməsə, niyə başqa insanlar onu sevməlidir? Bir insan özünü sevməsə, niyə başqa insanlar onu sevsin? Mən özümü sevmirəmsə, niyə siz məni sevməlisiniz? Mən özümü sevməliyəm ki, siz də məni sevəsiniz. Mən özümdən deyim, mən vaxtı var idi, WhatsApp-da kiməsə səs atanda özümdən o qədər zəhləm qaçırdı. Da, öz səsimə qulaq asmırdım. Əsəbləşirdim qulaq asanda ki, belə səs olar, nə gün desən sən. Sonra mənim fikrimi, düşüncələrimi dəyişən iki dənə şey oldu. Videomuz gedir, möhtəşəm. Birincisi, yadınızda saxlayın ki, sizi Allah yaradıb, hamımızı və Allah da Quranda buyurur ki, biz insanları gözəl biçimdə yaratmışıq. Mənim yadda qalan şey deyirəm də, dəqiq belə olmaya bilər cümlə. Allah daha doğrusunu, daha yaxşısını bilir. Amma cümlə təxmini belədir ki, biz insanları yaxşı, gözəl biçimdə yaratdıq. Yəni, hər bir insan, sağ olun, hər bir insan gözəl biçimdə yaranır. Hər bir insan gözəldir. İnsanı pis edən onun özünə vermədiyi dəyər, özünü sevmədiyinə görə, vaxtında özünə baxmadığına görə və bu damla-damla yığılır, axırda məsəl üçün saçı ağarır, gözünün altı qıvrışır falan olur, nə bilim, belə də özünü prostoy görür, hər dəfə bir şey olur. Amma insanlar gözəl yaradılır. Hər bir insan həmişə gözəldir. Kraskalansa da, kraskalanmasa da. Ümumiyyətlə, mənim kraskalanmaqdan çox zəhləm qaçır. Görürsünüz, kişilərdə necədir? Bir harasa məclisə zada gəlir, başını daradı, çıxdı bir şey. Amma qadınlar özünü o qədər sevmir, dəyər vermir ki, başqalarını düşünür. Ay, mən gedim, orada mənə baxsınlar, desinlər ki, gözəldir, mən pis görsənməli deyiləm. Ay, filan kəsin qızı gedir salona, o belə kraskalanı verib, mən getməyim. Sizin özünüzə dəyəriniz, sevginiz maksimum səviyyədə olsa, inanın Allaha, siz gözəllik salonuna getmərsiniz. Saçınızı belə qəşəng yuyarsınız, darayarsınız, ukladka lazım olsa elərsiniz ki, siz başqalarına görə yaşayırsınız, yaşadığınıza görə gedirsiniz gözəllik salonlara, özünüzə dəyər vermirsiniz, elə bilirsiniz ki, kraskalananda daha gözəl olursunuz, ona görə gedirsiniz. Amma əslində insanları Allah gözəl biçimdə yaradır. Görün, bir kişi gedir gözəllik salonuna. Yox, çünki kişilər özünə daha çox inanır, güvənir. Bu qadınlarda da bu problem yaranır. Söhbət nədir? Mən özümü sevmirəmsə, məni niyə kimsə sevmədi? Heç kim. Mən özümə durmuşam 5-6 nəfərin içində, nəsə bambılı səy-səy zarafatlar eləyirəm. Yanımda 5-6 nəfər durub, onlar görür ki, mən heç özümə dəyər vermirəm də, səy-səy sözlər danışıram da, özümlə bağlı məsələn şeylər danışıram. Qıraqda duran başlayıb məndən murtdaşacaq. Deyəcək ki, sən laf bundansan ki, laf dəlisən, beləsən, zırt-pırt, oyan bu yan. Sonra o birisi deyəcək. Niyə? Çünki mən özümə dəyər verməmişəm. Özümə hörmət saxlamamışam. Öz çərçivələrimi cızmamışam. Amma mən normal danışım. Kimsə sənin biri, kimsə mənə nəsə söz desin, bu mənim xoşuma gəlməsin. Əgər mənim özümə dəyərim varsa, öz hədlərim varsa, səhvlərim varsa, mən deyəcəm ki, ona danışıq. Sən kimsən ki, mənə nəsə deyirsən? Mənim səndən zarafatım var. Sən buna danışıqdır. Mən sırada ona elə ki, vuracam da o sözlərlə. Başa düşdünüz? Bax, həyatda siz bir misalda çəkin, bir insan var idi də, negr idi, arvad idi, uğurlu verilişlərdən birində danışırdı. Deyirdi ki, vaxt var idi, mənim başqa bir ağ dərili, gözəl bir qadınlar görürdüm və özümə baxırdım ki, mən oğlana oxşuyuram, qara dəriliyəm falan, dişlərim yekə falan oyan, özümü sevmirdim və qıraqdakılar da məni sevmirdi. Amma sonra başa düşdüm ki, güzgün qabağında duran insanı mən sevməsəm kim sevməli? Sonra başladım fikrimi dəyişdim ki, mən özümü sevməliyəm. Mən özümü niyə sevməyim ki? Bax, sizi deyək də, siz özünüzü niyə sevməyəsiniz? Bax, özünü sevməsin, pis yollara qurşanan bir, əxlaqsız bir qadın, ailəsini düşünməyən, fikri zikri ancaq pis şeylərdə olan, sosial şəbəkələrdə bambıllıq eləyən, özünü açıq-saçıq göstərən, ailə nədir bilməyən, valideyninə hörmət qoymayan, belə bespantov həyat sürən insanlar özünü sevməsin. Amma tərsinə deyə, onlar özünü daha çox sevir. Amma özünü ailəyə fəda eləyən ana, özündən çox hamını düşünən, hamıya yanan, özünə yanmayan, özünü sevmir. Niyə? Ay bala, tərsinə olmalı bu. Özünüzü ən başlıca özünüzü sevməyə bir insan varsa, o da sizsiniz. Siz güzgün qabağında durmanı istəmirsiniz. Nə gözəl insanam mən. Ay Allah, nə gözəl. Təşəkkür edirəm ki, məni belə gözəl yaratdın. Nə gözəl saçlar var. Ay Allah, nə gözəl üz var.
Bax, sizin bütün bu problemlərin hamısı bax burdadır, bax burada. Bir insan gəlir, məsəl üçün cəmiyyət içinə girir, qorxaqdır, utanmazdır falan. Cəmiyyətə girir, cəmiyyət hələ bunu tanımır, axı bilmir bu utancaqdır, qorxaqdır falan. O deməyənə qədər və yaxud da ki, o hissləri içində düşünüb danışmağa başlayanda qorxa-qorxa danışır, utandığına, qorxduğuna görə. Qorxa-qorxa danışmağına danışmayana qədər heç kim burada bilmir ki, bu insan özünə güvənmir, inanmır, qorxur, utanır. Ona görə də bax bu zibillərin hamısı bax burdadır. Bu zibilləri ağlınızda təmizləyin, onda həyat təmizlənəcək. Bu zibillər qoymur ki, siz həyatınızı istədiyiniz kimi yaşayasınız. Özünüzü sevin. O insan fikirləşdi, dedi ki, mən özümü sevməsəm kim məni sevəcək? Heç kim. Başladım özümü sevməyə və sonra başladım gördüm ki, insanlar mənə cür başqadır. Güzgün qabağına dururdum, deyirdim ki, ay Allah, mən də gözəl insanam, mən filanam, beləyim, oyam, buyam. Özümü sevdim birinci və sonra ətraf da məni sevdi. Və indi mən çox sevimli bir dənə orada çox güclü insanlardan biridir. Bunu da bildik. Biz özümüzü sevməliyik ki, başqaları da bizi sevsin. Belə. Burada bu bütün insanlara aid olan şeylərdir. Bir də məsəl üçün tort işinə başlamaq istəyən bəzi bacıların belə bir problem var ki, avadanlıq. Elə bilirlər ki, belə bir düşüncələr var ki, avadanlıq. Bir dənə problem var. Kimə sataq? Kimə sataq? İndi tort işinə biraz girişəcəm. Əgər sizə maraqlıdırsa, qulaq asın. Maraqlı deyilsə də burada dayandıra bilərsiniz. Bu biliklər sizə kifayət. Tort işinə başlamaq üçün biz vaxtında da Rusiyadan bura gələndə kasıb idik. Hələ də o günlər mənim yadımdadır. Bizim bir dənə mikserimiz var idi də, Evroluxun bir dənə 250 manatlıq mikseri vardı. Onda kreditə kimi bir şey almışdıq. Bir dənə o vardı. Amma peçlərdən bizdə itimat sobaları var. Balaca belə pernosnoy əlində danışılansı sobalar var. Biz ondan başlamışıq. Prosta o da Evrolux firması idi, səhv eləmirəmsə. Yəni kimsə düşünür ki, mən tort işinə başlamaq üçün mənə çoxlu avadanlıqlar, alətlər falanlar lazımdır falan. Ondan sonra boş söhbətdir. Sizə heç bir güclü avadanlıq və alət lazım deyil. Alətlərdən sizə cəmi 4 dənə şey lazımdır. Tort fırlanan qabdır, şpateldir, bıçaqdır, bir də penoplastdır. Penoplastı budur da. Bu olsa biz məşqləri çox rahat və rasxodsuz eləyə bilərik. Çünki bu olmasa biz gərək hər dəfə biskvit bişirək, krem yığaq, o da bahalı şeylərdir. Ona görə o sərf eləmir. Alətlərdən cəmi bir dənə onlar lazım olur. Bir də 5 dənə kant nasatqası olur. Kant çıxartmaq üçün tortun qıraqlarında gül nasatqaları falan. 5 dənə də nasatqa. Yəni tort işinə başlamaq üçün cəmi bu 5 dənə bir şey lazım olur. O da pul keyfiyyətlilərin, yəni aldınız ki 3-4 il ən azı dəyişməyəsiniz. Hərəsini alsanız o hardasa 60 manata çıxacaq, 50-60 manat arası edir. Yox, imkanınız zəifdirsə 25 manatla başını bağlaya bilərsiniz bu dediklərim. Avadanlığa gəlincə sizə bir dənə mikser lazım olacaq. Mikserdəki əl mikseri ilə bu işdə başlamaq olar. Əl mikseri ilə professional mikserin yeganə fərqi budur ki, böyük mikserin valtı güclü olduğuna görə, çox güclü fırlandığına görə, məsəl üçün bir qaba 10 yumurta töküb birdən qarışdırmaq olacaq. Və onu qəşəng çırpacaq, şişirdəcək. Çünki biskvitin şişməyi yumurtanın açılmağından, ağappaq bezi kimi olmağından asılıdır. Məsəl üçün, mən 10 yumurtanı əl mikseri ilə çalsam, o açılan bilməz. Çünki güc zəifdir, çatdıra bilmir də. Siz əl mikseri ilə işləyəndə sadəcə, məsəl üçün, professional mikserlə xəmiri 5 dəqiqə çalanda 10 yumurtanı, siz əl mikseri ilə işləyəndə 5 yumurtanı 5 dəqiqə bir qabda çalacaqsınız, plus 5 yumurtanı qalan başqa qabda 5 dəqiqə də orada. Yəni sadəcə 2 qat vaxtınız götürür. Vəsə, amma nəticə etibarilə biskvit hər ikisində də bişir, hər ikisində də qəşəng olur, hər ikisində tort yığmaq olur. Qaymağa da gələndə eyni yenə də. Məsəl üçün, burada qaymağı böyük deyəndə 500 manatlıq mikser gedib almaq lazım deyil. 200 manatlıq 5-6 litrlik mikser aldınız, üstü qapaqlı Evrolux firması. Yəni pulunuz olanda da kifayətdir. Yoxdursa əl mikseri ilə, mənim tələbələrim əl mikseri ilə başlayır, sonra pul qazanır, gedir o birisi yekə mikserdən alır. Məsələn, 3-4 dəqiqə professional mikserdə vuranda, adi mikserdə 6-8 dəqiqə arası vuracaqsınız da əl mikserinə. Vəsə. Sobaya gəlincə sizə 2-3 minlik soba lazım deyil. Əgər evdə ümumiyyətlə şkafçı soba varsa, polnu yarayır. İtimat sobaları varsa, polnu yarayır. Biz elə neçə ildir onda mən biskvitləri bişirmişəm. Avadanlıq alətlər bunlar. Başqa avadanlıq alət sizə lazım deyil. Qəliblərə gəlincə də onlarda tədricən, indi mən onları dərsdə düzdür izah edirəm, ən hansılar lazım olur. Onlar da ki 20 manatı keçmir.
Bu belə avadanlıq alət. Yəni sizə bahalı və avadanlıq və alət almaq lazım deyil bu tort işinə başlamaq üçün. Və bir çox bacılarımda bir şey var ki, kimə satacaq? Hə mən tort elədim, kimə satacağam? Kimə satmaq? Sualın cavabı şeyə gəlib dirənir. Təqdimat. Təqdimat. Yəni ki, sosial şəbəkə. Siz kimə satmağı heç fikirləşməməlisiniz. Siz sadəcə elə videolar ortaya çıxartmalısınız ki, insanlar özü sizi tapsın. Bax, siz necə məni tapmısınız? Mən sizin qarşınıza necə çıxmışam? Mən sadəcə elə videolar düzəltmişəm. Videomuz gedir. Qəşəng. Mən sadəcə elə videolar düzəltmişəm ki, o videolar sizin qarşınıza çıxsın, yoxsa ya da ki, siz axtaranda siz onu tapa biləsiniz. Mən burada düşünmürəm, amma mən tələbəni hardan tapacağam? Mən burada düşünməm budur ki, mən necə edim ki, insanları öz səhifəmə cəlb edə bilim ki, həm onlara güvən, inam, etibar yarada bilim ki, onlar məndən tort almaq istəsin. Başa düşürsünüz? Bax, siz kimə sataq yox, nə edək ki, səhifəyə adam gətirək. Bax, bu sualı bundan əvəz etməlisiniz. Onu da ki, təqdimata bağlı olan şeydir. Yəni, siz elə videolar düzəltməlisiniz ki, o videolar kəşfətə düşsün və yaxud da ki, səhifənizə axırda reklama vura bilərsiniz. Amma sizə bir şey deyim ki, kim bu işdə sadəcə tortu düzəldəndən sonra tortun şəklini çəkirsə, paylaşırsa və yaxud da ki, tortu belə kuxnada fırlayır, üstünə mahnı qoyub paylaşır, o qadınların sifarişləri yoxdur. Çünki elə səhifəyə baxan yoxdur. Elə səhifə maraqlı deyil. Siz təqdimat nədir? Təqdimat elə bir videodur ki, siz onu çəkirsiniz, düzəldirsiniz, əslində çox-çox asandır. Çox-çox, bildiyinizdən çox-çox asandır. Bax, məsəl üçün, mənim çəkdiyim videolar təqdimatdır. Düzdür, mən özümü göstərirəm, danışığım, duruşum, fikrim, hər şey. Amma siz özünüzü göstərmədən də bunu rahat bir şəkildə edə bilərsiniz. Əsas odur ki, sizin səhifəniz təqdimatın sayəsində maraqlı olsun ki, sizin səhifəyə axın olsun, yeni insanlar gəlsin, həmin o yeni insanlar sizin müştəriniz olacaq. Başa düşürsünüz? Yəni, burada kimə sataq bu problem deyil. Siz təqdimatı öyrənəndən sonra kimə sataq sualı yoxa çıxır və burada necə insanlar cəlb eləyək? Cəlb elədikcə sizin sifarişləriniz olacaq. Mənim tələbəm var, təzə TikTok səhifəsi aslında sıfırdan. Mən dediyim kimi strukturda bir dənə video yaratdı. Burada videonun strukturu da var da. Video necə olmalıdır? Əvvəldə nə demək lazımdır? Ortada nə danışmaq lazımdır? Axırda nə danışmaq lazımdır ki, video kəşfətə düşsün. Video ikinci videosu TikTok səhifədə ilk səhifədə paylaşdığı ikinci səhifə düşdü Azərbaycanın kəşfetinə və ondan sonra ona nə qədər sifarişlər gəldi və ona qədər tort götürdü. Yəni, burada təqdimatı öyrənsəz ki, mən sataq sualı sizi narahat eləməyəcək. Biz səhifəni maraqlı idarə eləsək, bizim müştərimiz olacaq. Всё. Səhifəni də maraqlı idarə eləyəndən sonra hələ buna reklam da vuracaq. Bax, belə səhifələrə hansı ki, tort şəkli paylaşırlar və yaxud da ki, tort üstündə mahnı. Elə səhifələrə reklam vuranda belə o səhifələr nəticə görmür. Çünki maraqlı deyil. O səhifələr itək-tökdür. Yəni, Azərbaycanda 10.000 dənə tort səhifəsi varsa, onların 9.900-ü bax bu tərzdədir. Həyatda nə ki çoxdur, o maraqlı deyil. O maraqlı olmadığı üçün insanlar elə səhifələrə baxmırlar, nə də sifariş eləmirlər məsələn. Yəni bu işdə pul qazanmaq üçün siz təqdimatı hökmən, yəni sosial şəbəkəni idarə eləməyi, videolar düzəltməyi öyrənməlisiniz. Bu da belə. Deyəcəklərim şey bitdi. Və axırda tort dərslərinə aid bir şey deyim. Əgər siz mənim tort dərslərimə baxıb, öyrənib, öz həyatınızda istədiyiniz kimi yaşayıb, hər ay getdikcə daha da çox pul qazanıb, evdən çıxmadan pul qazanmaq istəyirsinizsə, mən bu videonun axırda, elə burada bir dənə nömrəmi paylaşıram. O nömrəyə bir dənə tort dərsləri sözü yazırsınız. Mən də sizə məlumat verirəm. Əgər sizə uyğun olsa, qoşulursunuz dərsə, istəyir əyani dərsə, istəyir onlayn dərsə, qoşulursunuz, öyrənirsiniz. Mənim dərsim 1 ay olur. 1 ay öyrənirsiniz. Bütün bu problemləri orada da biz daha dərindən öyrənirik. Təqdimatı da öyrənirik, tortları da öyrənirik. Yəni tort satıb pul qazanan səviyyədə mükəmməl oluruq məsələn. Və başlayırıq pul qazanmağa. Və artıq mənim bir çox tələbələrim var ki, artıq əhlərindən pul istəmirlər, öz ehtiyaclarını, uşağın ehtiyaclarını öz qazancı ilə ödəyirlər. 18 yaşlı tələbəm var idi. Aprel ayında 25 dənə zakaz götürüb 1000 manatdan çox dövriyyə eləmişdi. Bir tələbəm var 15 il. Bunun hamısı mən danışıram. Yəni hamısı səhifədə sübutuna kimi paylaşmışam. Bir tələbəm var 15 ildir ki, sexdə işləyir, piçonolarda pişirirdi. Kruasan-murasanlar var. İşdən çıxdı, gəldi kursa, tortu öyrəndi, işdən çıxdı. İndi öz qazancı ilə, öz işi ilə qəşəng pulunu qazanır, rahat da həyat sürür. Çox xoşbəxt və sevinclidir. 2-3 gün bundan qabaq paylaşmışdım o videosunu. Elə videosunda yazdım ki, növbəti uğurlu hekayə işdən çıxdı, 900 manat pul qazandı.
Vaxt sübutuna kimi hamısını paylaşmışam. Əgər siz də asılılıqdan özünüzü qurtarmaq istəyirsinizsə, öz pulunuzu qurmaq istəyirsinizsə, öz işinizi qurmaq istəyirsinizsə, öz pulunuzu qazanmaq istəyirsinizsə, bu WhatsApp nömrəyə Tort dərsləri söz yazırsınız. Biz sizlə WhatsAppda danışırıq. Sizə uyğundursa şərtlər, qiymətlər, vaxt razılaşırıq, öyrənirsiniz, gəlirsiniz, öyrənirsiniz, istəyir onlayn olur, istəyir başqa ölkədə olun, fərqi yoxdur. Mənim onlayn dərslərim də var. Rahat bir şəkildə qoşulub öyrənə bilirsiniz. Ya da ki, əyyanlı dərsə də gələ bilərsiniz Bakıda. Belə. Deyəcəklərim bu qədər. Bu şeyləri yenə də mən sizə qardaş yanına pay verirəm. Bu şeyləri internetdə açıq mənbələrdə tapa bilmərsiniz. Bunu minnət olaraq yox, ürəyimdən gəldi deyə verdim. Halal xoşunuz olsun. Həyatınızda bunları tətbiq edin və həyatınızı dəyişin. Tort dərslərinə də qoşulmaq istəyən sadəcə WhatsApp-da tort dərsləri yazmağı kifayətdir. Sağ olun, özünüzdən müğayət olun, öyrənin. Vallah görmə aparmayacam.